Yadıma gəlir ki, yeniyetməlik dövründə bizim bir tanışımız var idi, xanım idi. Xanım hardasa bir 20'li yaşlarda olardı. Həddindən artıq təmizkar idi və həmişə anam onu mənə tərifləyirdi ki, bax filankəsin qızı necə təmizkardır, sən onun kimi ola bilmirsən. Mən də özümdə günahkarlıq hiss edirdim, yetərsizlik hiss edirdim ki, yəni o xanım belə xarakterə malikdir. Mənim də özümə görə təmizliyim var idi, sadəcə onun qədər deyildi. Vaxt gəldiyində mən psixoloji məlumatlar öyrəndikcə mənə məlum oldu ki, əslində o qədər təmizlik etmək bir xəstəlik imiş, obsessiv kompulsiv pozuntuymuş. İndi bir çox insanlardan müşahidə edirəm onu. Bəziləri bu xüsusiyyətindən fəxr edir. Həmin xanım da əslində çox əziyyət çəkirdi amma o xüsusiyyətindən fəxr edirdi ki, mən təmizkar insanam, özünü elə adlandırırdı. Ətrafındakı insanların da ona təmizkar deməsi bir tərəfdən ona fəxr hissi verirdi. Digər tərəfdən isə özü çox əziyyət çəkirdi günlük həyatında. İnsanlarla bir növ yola getmirdi. Nə üçün siz ayaqqabınızı orada yox bu tərəfdə dəyişdiniz? Nə üçün corabınızı misal üçün 3 metr kənarda yox burada dəyişdiniz? Bu kimi suallarla xanımın ailə problemləri yaranırdı. İndi əksər insanlar, yəni bu xüsusiyyəti olan əksər insanlar bunu fərqində deyil ki, həddindən artıq təmizkarlıq əslində xəstəliyin bir əlamətidir. Obsessiv kompulsiv pozuntunun əlaməti ola bilər. Siz də öz-özlüyünüzdə bu xüsusiyyətiniz varsa, onunla indi cəmiyyətin yanaşma tərzinə görə özünüz üçün fəxr edirsinizsə, bir baxın görün o sizin həyatınızda nə qədər maneə yaradır. Çox titizəm mən, qonaq gələndə, ay nə bilim bura əlini vurdu, stula toxundu, oranı mütləq şəkildə mən xlorla təmizləməliyəm. Hamama giribsə hamamı təmizləməliyəm. Yataqda yatıbsa mən o yataq dəstini atmalıyam. Bu təfəkkürdə olan insanlar var və onlar düşünürlər ki, bu təmizlikdir. Başqalarını natəmiz çıxararaq özlərini daha düzgün bilirlər və təəssüflər olsun ki, elə yaşamlarını da bu şəkildə davam elətdirirlər. Belə bir xüsusiyyətiniz varsa, mən tövsiyə edərdim ki, həmin o xüsusiyyətinizin həyatınıza olan təsirindən, həyat keyfiyyətinizə olan mənfi təsirini araşdırasınız. Bunu müəyyən etdikdən sonra, əgər dəyişməyə qərar versəniz, psixoloqa müraciət edin və o sizi düzgün şəkildə diaqnostika etsin. Obsessiv kompulsiv pozuntu ağırlaşanda daha fərqli bir şeylər ortaya çıxa bilir. Ona görə də diqqətli olmaq lazımdır. Videonu izlədiyiniz üçün təşəkkür edirəm. Kanalıma abunə olmaq, videonu bəyənməyi və paylaşmağı unutma. Şərhlərini isə videonun aşağı hissəsində yaza bilərsən. Təşəkkür edirəm. Növbəti videolarda görüşərik.